Salam dəyərli iştirakçılar, əziz üzvlər, hər birinizi salamlayıram. Mən Dərya qrupun təsisçi və rəhbəri Aytəc Məhərrəmova. Dərya qrupu olaraq bu gün növbəti vebinarımız keçiriləcəkdir. Vebinarımızın mövzusu daxili uşaq və böyüklük travmaları mövzusudur. Təlimçimiz isə klinik psixoloq, Amerika Psixoloqlar Assosiasiyasının üzvü Leyla Elman olacaqdır. Hər birinizə uğurlu vebinarlar arzu edirəm. Leyla xanım, buradasınız? Leyla xanım, axşamınız xeyir. Necəsiz? Siz məni eşidirsiniz? Bəli, bəli, Alo. indi səsiniz gəlir. Aha, amma mən kamera açıram, gözləyim bir dəqiqə, baxım görüm bu niyə belə eləyir. Nəysə, sistemdə elə bir problem var, internet zəifdir deyəsən. Çalışıram ki, qoşum kameranı qoşa bilmirəm. Bircə saniyə gözləyin. Nəysə, problem yaşayıram bundan bağlı. Mən çıxıb bir də girirəm, bir saniyə. Salam, axşamınız xeyir olsun. Eşidilirəm, görürəm mən. Sadəcə olaraq kompüterimdə nəysə problem yaşandı, üzrlü hesab eləyin. O Salam səbəb. Leyla xanım. Bəli, səsiniz də gəlir, görüntü də var. Necəsiz? Hər Ha, vaxtınız xeyir. tamam, hər vaxtınız xeyirli olsun. Sadəcə olaraq kompüterdə biraz problem yaşadım, texniki problem. İstədim kompüterdən qoşulum, nəticədə telefonla qoşulmalı oldum. Axşamınız xeyirli olsun. Necəsiniz? Çoxuq burada, gözləyənlər var, tamam. Bugün çox Dərya qrupuna təşəkkür edirəm ilk öncə belə gözəl webinarın təşkilatı üçün. Və bu gün çox maraqlı bir mövzu seçiblər. Uşaqlıq travmaları və böyüklükdə onların təsiri. Yəqin ki, bir çoxlarımıza bu doğma bir mövzudur. Çünki yetkinlik yaşında artıq böyük vaxtlarda bizim hiss etdiklərimiz məhz bizim uşaqlıqdan qalan travmalarımızdır. Məsəl üçün, istəyərdim sual verim izləyicilərimizə. Uşaqlıq travması deyəndə bunu necə anlayırsınız? Nə düşünürsünüz bu haqda? Və o ətrafda artıq biz mövzumuzu tamam edə bilərik. Zəhmət olmasa biraz geri dönüşlər edin ki, mən də başa düşüm ki, siz məni eşidirsiniz. Çünki dediyim kimi kompüter problemi var deyən telefondayım, mən sizi görmürəm. Sadəcə olaraq telefonu qarşıma qoymuşam və sizinlə ünsiyyətə girməyə çalışıram.
Dəstək edin, zəhmət olmasa. Dəriya qrupun rəhbəri. Hər şey qaydasındamı? Bəli, bəli, hər şey qaydasındadır. Tamam. Deməli, mən telefondan qoşulduğum üçün mən yazılan sualları oxuya bilməyəcəm. Sizdən ricam olacaq ki, zəhmət olmasa bununla əlaqədar yaranan suallar olsa mənə siz səsləndirərsiniz. Dediyim kimi telefondan qoşulduğum üçün yəni bunu görə bilmirəm. Belə. Deməli, mövzumuz maraqlı bir mövzudur və düşünürəm ki, bir çoxlarınıza da yaxın bir mövzudur. Çünki indi bir-iki dənə timsal gətirəcəm, başa düşəcəksiniz nədən söhbət gedir. Məsəl üçün, uşaqlıq dövründə bir çoxlarımıza deyilir ki, sus, danışma, qız uşağı özünü belə aparmaz, qız uşağı ağır olmalıdır və yaxud da ki, ayağınızı yorğana görə uzadın və yaxud da ki, biraz təvəzzökar ol və s. və ilaxır. Belə bir sözləri çoxunuzmu eşitmisiniz uşaq vaxtı? Və bugün onun təsiratı haqqında danışacağıq. Çünki həmən o travmalar bizə bugünkü yetkinlik yaşımızda, çatdığımız dövrdə bizim həyatımıza böyük təsirlər edir. Biraz geri dönüşlər edin ki, mənə də rahat olsun dialoqu aparmağa. Çünki adətən mən öz webinarlarımı heç vaxt heç bir kağız üzərindən aparmıram. Sadəcə olaraq izləyicilərin enerjisinə qoşuluram. Özüm bir enerji mütəxəssisi, klinik psixoloq, ICF coach olaraq o enerjiyə qoşuluram və o enerjinin əsasında webinarlarımı aparıram. Bu səbəbdən mənim üçün çox maraqlıdır. Siz tərəfdən geri dönüşləri almaq və siz tərəfdən sizin üzləşdiyiniz hansısa, istədiyiniz hansısa bir case üzərində məhz mövzumuzu davam etməyə. Çünki uşaqlıq travmalarımız deyəndə biz bilirik ki, 0-7 yaşa qədər uşaq ananın alanında olur. 7 yaş, 14 yaşa qədər uşaq ana və atanın alanında olur. Yalnız 14 yaşdan sonra uşaq öz ekosistemi üzərində qurulur. O səbəbdən bir çoxlarımız bəlkə də 0-dan 7 yaşa qədər yaşanan travmalarımız yaddaşda deyil də, amma böyüdükdə bu bizə təsir edir. Məsəl üçün, belə bir xırda misal gətirim. Qadın üzərindən keçəcəm, özüm qadın olduğum üçün. Məsəl üçün, təsvir edin ki, həyatınızda təkrarlanan bir hadisələr var. İş baxımından götürək. Məsəl üçün, bir işə düzəlirsiniz və həmən işdə eyni halda rəhbərlik sizi sıxışdırır. Bu işi dəyişirsiniz, digər bir işə çıxırsınız, yenə də orada eyni bir kollektivlə rastlaşırsınız. O işi dəyişirsiniz, yenə yeni işə gedirsiniz və yenə təkrarlanan hadisələr olur. Yəqin ki, bir çoxlarınızda bu var. Və yaxud da sevgi münasibətlərinə gəlsək, məsəl üçün, cavan qızlara aiddir. Partnyor tapır, özünə həyat partnyoru tapır və eyni hərəkətlər, eyni hadisələr onun həyatında təkrarlanır. Bax, bu təkrarlanan hadisələr bizim sırf uşaqlıq travmalarımıza bağlı olandır. Çünki bizim uşaqlıq travmalarımız bizim yetkinlik yaşımızda hərəkətlərimizə cavabdehdir. O səbəbdən istəyirəm soruşum ki, bir case üzərindən aparaq bunu ki, daha maraqlı olsun izləyicilərimizə. Varmı suallar? Mən sadəcə olaraq görmürəm. Ona görə Dəriya qrupun təşkilatçılığından xahiş edirəm, suallar olduğu təqdirdə səsləndirsinlər, xahiş edirəm. Və yaxud da hansısa bir case'i kimsə paylaşmaq istəyirsə. Çox çətindir telefondan əlaqəyə girməyə, çünki mənə elə gəlir ki, məni heç kəs görmür və məni heç kəs eşitmir. Arada geri dönüşlər edin. Leyla xanım, burada bir sual var. Salam, uşaqlıqda hansı travma özgüvənsizlik yarada bilər? Bax, çox gözəl. Məsəl üçün, uşaqlıqda bir çoxlarımız bunu tətbiq edirik uşaqlarımıza. Tövsiyə etmirəm bunu eləmək. Sən bunu elə və bunun əvəzində sənə bunu edəcəm. Və yaxud da sən özünü yaxşı apar, mən sənə maşın alacam. Və yaxud da ki, sən bunu elə, mən səni gəzməyə aparacam. Yəni, bizə öyrədirlər sevgini qazanmaq. Və biz böyüdüyümüz təqdirdə biz düşünürük ki, biz nə isə etməliyik ki, bizi sevsinlər. Və biz bunu edə bilmədiyimiz təqdirdə, o istədiyimiz sevgini ala bilmədiyimiz təqdirdə bizdə özgüvənsizlik yaranır. Özgüvənsizliyin yaranmasının əsas səbəblərindən də biri də uşaq vaxtı bizə bullying deyilən bir şeylər olur. Məsəl üçün, sən yaramazsan,
xalqın uşağı bunu edir, sən bunu bacarmırsan və yaxud da ki, qonşunun uşağı, məsəl üçün, Fuad bunu edir, sən onu qədər də fərasətli deyilsən, sən əfəlsən və sən sairsən və bu güya ki, analar düşünürlər ki, uşağa bunu deməklə heç bir təsir etməyəcək, amma əslində biz böyüdükdə bu travmalar bizə böyük və dərin bir iz buraxmış olur. Və nəticədə biz böyüdükdə, məsəl üçün, kimsə bizim yanımızda nəyisə deyəndə biz başlayırıq qısıtmağa. Uşaqlıq travması ondan gəlir. Mən biraz dərinə getmək istəyərdim, biraz ezoterik mövzulara qoşularaq. Çünki bu dəqiqəm hal-hazırda psixologiya ezoterika ilə qarışıbdır. Ezoterik dediyimiz, yəni enerji mübadiləsi ilə qarışıbdır. Və hal-hazırda bir çox alimlər onda dayanırlar ki, hətta uşaq ana bətnində olduğu təqdirdə, ana bətnində olanda ananın keçirdiyi hisslər uşağın sonradan formalaşmasına birbaşa təsir edir. Məsəl üçün, mənim yanıma gələn pasiyentlərin içində mən uşaq gətirəndə deyirəm ki, ananı gətirin mənim yanıma. Çünki o ananın artıq davranışından mən başa düşürəm ki, bu uşaqda hansı problemlər və niyə var. Belə bir case üzərindən gedim. Mənim yanıma bir pasiyent gəlmişdir. Yetkin yaşında bir kişi idi. Amma kifayət qədər özünü aqressiv aparırdı. Həyat yoldaşını döyürdü, həyat yoldaşına təcavüz edirdi, həyat yoldaşının üzərində paltarlarını cırırdı və s. və ilaxır. Və bunun bacısı mənə müraciət etdi ki, Leyla xanım, bəs biz xahiş edirik, bunun belə-belə hərəkətləri var, gedib qaynatasının evini dağıtmışdı. Mən dedim ki, ana xahiş edirəm, mənə ananı gətirin ki, mən ana ilə danışmalıyım ki, görüm ki, bu kişinin, yetkinlik yaşında çatmış kişinin hərəkətlərinin aqressivliyinin səbəbi nədir? Biraz araşdırma etdikdən sonra mən anaya bir sual verdim ki, hamiləliyiniz necə keçibdir? Bu anda xanım başladı ağlamağa, dedi ki, çox çətin keçibdir, məni qaranlıq otaqda saxlayıblar, məni ac saxlayıblar, mənim üzərimdə paltarları cırırdılar və s. və ilaxır. Bu anda dedim, bir dəqiqə dayanın, oğlunuz nə edir? Oğlunu sırf anaya yaşadan hərəkətləri eynisini öz həyat yoldaşına yaşadırdı. Yəni, baxın, biz indi hələm ki, elm çox dərin analiz etməyə başlayır ki, yəni ana bətnində uşağa təsiri, amma biz görürük, bax, bu canlı bir sübutda, mənim canlı keysimdə onu görürəm ki, ananın hamiləlik dövründə yaşadığı stres birbaşa oğlunun artıq yetkinlik yaşında evləndikdə öz həyat yoldaşına göstərdiyi təcavüz və yaxud da işgəncələrə bərabərdir. O səbəbdən, məsəl üçün, Yapon metodunu mən niyə sevirəm? Yaponlar qadın hamilə qalanda, qadının bizdə Azərbaycanda və ümumiyyətlə bir çox ölkələrdə bilirik ki, son 7 ayından sonra qadına analıq məzuniyyəti kimi bir icazə verilir. Amma Yaponiyada qadın hamilə qaldıqda və iş verən insana, yəni öz rəhbərliyinə bildirdikdə ki, hamilədir, ona ilk 3 ayda analıq məzuniyyəti verilir. Niyə görə bu verilir? Çünki sırf 3 ayda uşağın sinir sistemi formalaşır və onlar başa düşürlər ki, həmən anda çox sakitlikdə, ana özünü sakitlikdə keçirtməlidir, ana rahatlıqda olmalıdır, ana rahat bir mühitdə olmaqla yanaşı komfortda olmalıdır, pol turşusudur və s. bunları qəbul etməlidir ki, cəmiyyətə sağlam bir evlad gətirsin. Ümumiyyətlə, Avropa təcrübəsini nəzərə alsaq, Avropada analar, mən çox üzr istəyirəm, bilmirəm, izləyicilərin arasında bəylər varmı, yoxmu? Orada demirlər ki, mən uşağa qaldım. Orada uşağa qalmaq planlı şəkildə olur. Yəni, bir ana evlad dünyaya gətirmək istəyirsə də artıq 3 ay öncə buna hazırlıq edir. İstəyir vitaminlərin qəbulunda, istəyir sağlamlıq baxımından. O səbəbdən sağlam uşaq gətirir. Biz bilirik ki, Avropanı nəzərə alsaq, Avropanın özündə bu dəqiqəm demoqrafik situasiya çox gərgindir. Yəni, uşaq dünyaya gətirmirlər. Almaniyanı misal gətirsək, Almaniyada dünyaya gələn uşaqların əksəriyyəti autizm və yaxud da DCP diaqnozu ilə dünyaya gəlir. Çünki onlar 35 yaşdan sonra dünyaya uşaq gətirməyə artıq sövq edirlər və biz bilirik ki, 35 yaşdan sonra autizm və Down sindromlu uşaqların dünyaya gəlmə ehtimalı çox yüksəkdir. O səbəbdən onlar artıq uşaq planlayanda 3 ay öncə planlayırlar ki, mən dünyaya uşaq gətirəcəm, bütün analizlərini verirlər və s. və ilaxır. Ondan
ondan sonra dünyaya uşaq hamiləlik dövründə ananın təhlükəsizliyini təmin edirlər. Əfsuslar olsun bizdə hələ ki bu mövcud deyil. O səbəbdən Azərbaycan üzrə götürsək hal-hazırda dünyaya gələn, yəni Azərbaycan üzrə statistikanı baxsaq biz görəcəyik ki, son zamanlar bizim ölkədə autizmin, Down sindromunun artması sürətlə inkişaf edir. Bunun da başlıca səbəbi məhz ananın hamiləlik dövrünün rahat keçməməsi ilə yod çatışmamazlığı və s. bunun fəsadları çoxdur. Bu səbəbdən bir tərəfdən yəni təb dururuq və xahiş edirik hər bir anaya ki, planlaşdıran anaya, hamiləlik planlaşdıran anaya ki, analar planlaşdırdığı təqdirdə öz səhhətlərinə fikir versinlər. Əgər biz düşünürük ki, biz hamilə qaldıq və bizim uşağımız heç nə başa düşmür, dünyaya uşağı gətirəcəm, ondan sonra uşağa baxacam, bu böyük bir səhvdir. Məhz uşaq bizdə bətnimizə düşən anda, hətta ondan əvvəl yumurtalığımızın formalaşması anda artıq o uşağın hüceyrəsi var və uşaq bizim bətnimizə düşən dövrdən etibarən uşağın tərbiyəsi başlanılır. Biraz psixologiyadan uzaq getsəm, dini söhbətə də getsək, Məhəmməd Peyğəmbərin yanına gətirirlər uşağı, deyirlər ki, uşağın 40-ı çıxıb bunun tərbiyəsinə nə vaxt başlayım? Deyir 40 gün gecikmirsən. Mən biraz artıq deyərdim, 40 gün yox, biraz da artıq. Məsəl üçün biorezonans testi var və biorezonans testində insanı skan etdikdə həmişə 1 yaş geriyə göstərir. Məsəl üçün mən skan edirəm, göstərir ki, bunun hal-hazırda 29 yaşı olmalıdır. Biorezonans həmişə onu 30 yaş göstərir. Yəni ana bətnindən olan dövrdən 9 ayda o tərəfə atır ki, bunun həqiqi bioloji yaşı bu qədərdir. O səbəbdən bizim travmalarımız məhz ana bətnindən başlayır. Yanıma gələn insanların bir çoxsuna artıq anamnez yığanda başa düşürəm ki, bu arzu olunan evlad olubdur və yaxud da arzu olunmayan evlad olunubdur. Artıq davranışdan, özgüvəndən bəlli olur. Uşaqlıq travmalarının bir çoxları da, məsəl üçün, statistikanı da nəzərə alsaq, məhz arzu olunmaz, məsəl üçün, ata oğul istəyibdir, qız olubdur, qız istəyibdir, oğul olubdur. Bunların da bir böyük bir təsiri var. Başqa orada bir nəysə varmı? Siz mənə tez-tez məlumat verin, çünki mən danışıram, mən patoka düşəndə danışıram da, özünüz bilirsiniz mənim danışığımı, webinarların aparma qaydasını. Yoxdurmu sual? Nəysə yazılar görürəm, amma oxuya bilmirəm. Bir zəhmət olmasa mənə yazın. Var, fikirlər var. İndi mən onu sizə oxuyum. Türkan xanım yazıb: "Salam, məndə uşaqlıqdan bəri kollektiv problem var. Əsla kollektivlə birgə işləyə bilmirəm. Bu məndə təkrarlanır. Sinifdə, universitetdə daim təkrarlanır. Mən və kollektivin fikirləri əsla üst-üstə düşmür. Nə qədər uyğunlaşmağa çalışıram, mümkün olmur." Sosial fobiya deyirlər buna psixologiyada. Yəni siz qarışa bilmirsiniz. Bu da çox güman ki, bilmirəm, indi sizin hər bir insanda individualdır. Çox güman ki, uşaqlıq vaxtı qaynıb qarışan anda sizi geri çəkiblər. Məsəl üçün, sən uşaqlarla çox durub oturma, onlardan sənə xata gələr, onlardan sənə ziyan gələr. Məsəl üçün, bayaq elə mən bir görüşdə idim, o görüşdə bir ata qayıtdı, dedi ki, mən uşağıma demişəm ki, sənin xətrvə dəydiyi handa taxtanı götür, vur uşağın başına. Hətta elə belə taxta axtarma, mismarlı taxta axtar. Və biz çox polemika apardıq bunun üzərində ki, düşünün ki, bir valideyn evladına belə bir hünər verir. Və təbii ki, bu uşaqda avtomatik olaraq özünü müdafiə forması formalaşır. Və Türkan xanımın dediyi məsələyə qayıtsaq, Türkan xanım deyir ki, kollektivdə uyğunlaşa bilmir. Burada siz özünüz bilirsiniz də, mən biraz rəqəmsala da meyilliyəm. O səbəbdən həmişə deyirəm ki, hər bir insanın özünün potensialı var. Ola bilər ki, Türkan xanımın ümumiyyətlə psixologiyası soyuq bir psixologiyadır. O səbəbdən kollektivə uyğunlaşmaması var və yaxud da ki, liderlik istiqamətindədir. O səbəbdən ona elə gəlir ki, hamı ondan ağılsızdır. Travmadırmı bu? Ola bilər, uşaqlıqda buna deyə bilərlər. Yəni, tanımıram mən Türkan xanımı, sadəcə olaraq misal üçün deyirəm. Ola bilər ki, Türkan xanıma deyiblər ki, sən hamıdan ağıllısan, sən hamıdan üstünsən və bu kollektivə əslində belə baxanda güya ki, bizə elə gəlir ki, bu yaxşı bir
məqamdır, amma əslində gələndə bu uşaq böyüdüyü təqdirdə eqolu böyüyür və ona gəlir ki, həqiqətən də bu hamıdan üstündür, hamıdan yaxşıdır və belə olduğu təqdirdə kollektivlə ünsiyyət yarada bilmir. İndi Türkan xanımın dəqiq situasiyasını bilmirəm, sadəcə olaraq misal olaraq deyirəm. Və yaxud da əksinə, ola bilər ki, Türkan xanımın bəzi uşaqlıq kompleksləri var. Məsəl üçün, uşaq vaxt ona deyiblər ki, sakit dur, böyüklər danışanda sən danışma və yaxud da ki, özünü yaxşı apar. Bax, belə bir sözləri eşitdiyi təqdirdə ona elə gəlir ki, o böyük kollektivin içinə düşündə nə isə dedikdə hamı buna güləcəkdir. Sosial fobiya. Belə, başqa nə var orada? Bir nəfər də Mən, fikir yazıb, mən aha, otağa girəndə mütləq otağın qapısını bağlayıram. Evdə tək olsam belə. Qapı biraz hə, aralı qalsa narahat bu oluram. Elə bir kimsə tamam. məni görür. İndi biraz qayıtsın uşaqlıq dövrünə. Bu təbii ki, mən indi danışdıqlarım ümumidir, amma uşaqlıq travmalara qayıtsaq, yadına salsın. O çox güman ki, yadına sala da bilməz. Biz bunları terapiyada edirik 0-7 yaşa qədər. Hansı anda olub ki, o evdə tək qalıbdır, hansısa bir tıkıltı eşidibdir və yaxud da ana ona bərk-bərk tapşırdıbdır. Qapını bağla, ha, kənar adam gələ bilər, səni apara bilər. Deməli, uşaqlıq travmaların ən böyük Azərbaycanda xüsusilə gedirəm. Yəni yanıma gələnləri müşahidə edirəm. Biz uşaqlara deyirik ki, sən özünü yaxşı aparmasan, polis səni aparacaq. Sən özünü yaxşı aparmasan, həkim sənə iynə vuracaqdır. Və baxın ki, bugün reallığa baxsaq, bir çox yəni bizim ölkəmizi nəzərdə tuturuq. Biz polisi görəndə polis bizə heç nə eləmir, amma içimizdə tremor başlayır, yəni trigger başlayır bizdə. Və yaxud da niyə görə kişilər, daha çox kişilər həkimdən qorxurlar. Yəni qadınlar yox, kişilər həkimdən qorxurlar. Çünki oğlan uşağı sözə baxmayan olur və həmişə oğlan uşağını nə ilə qorxudurlar? Özünü yaxşı aparmasan, həkim sənə iynə vuracaqdır. Və bu kişi böyüyür. Böyük kişidir, belə baxsan dava-dalaşa gedəcək. Amma həkim görəndə ağarır sifəti. Qorxuya düşür. Bu onun uşaqlıq travmasıdır. Həmçinin də polis görəndə qadınlar və yaxud da kişilər. Yəni biz ana olaraq uşaqlarımıza qoyduğumuz proqrama diqqət etməliyik. Yəni sizin də qapını bağlamaq çox güman ki, sizin uşaqlıq travmasından irəli gələn bir şeydir ki, uşaqlıqda sizə deyiblər ki, qapını bağla, oğru səni aparar, oğru evə girər. Hansı anda siz bunu eşitmisiniz və bu sizdə şuur öncəsinə yazılıb bu proqram. O səbəbdən siz qapını bağlamaq istəyirsiniz ki, təhlükəsizlikdə olasınız. Eyni zamanda biraz dərinə getsəm, tanımıram o yazan adam kimdir. Ola bilər ki, ananız sizə hamilə olduğu dövrdə nəysə həyəcan təbibi keçirdibdir, nəysə həyəcanlı bir an olubdur, qorxusu olubdur və o qorxu sizə keçibdir və indi hal-hazırda onda davam edir. Başqa nəsə var? Leyla xanım, mənim özümün bir sualım var. Bəs yaxşı. Buyur. Demək olar bir çox insanlar uşaqlıqda hər hansı bir travmanı yaşayırlar və bu böyüyəndə insanlara təsir edir həyatlarında. Hı -hı. Psixoloji yardım alma bir çox insanda belə deyim, indi düzdür, müasir dövrdür, Hı. amma psixoloqa getmək alınmır və yaxud da şərait olmur. Yəni psixoloqa getmədən, psixoloji yardım almadan bu travmalarla necə baş etmək olar? O necə məsələn daxili fağı necə Psixikası sağlam olan insan özü öz travmalarından işləyə bilir. Psixoloqa getmədən əgər insan, mən belə bir sirr açım sizə. İnsan özü özü ilə danışırsa da öz travmalarını üstələyə bilər. Sadəcə olaraq biz insanlar öz qorxularımızla üz-üzə gəlməyə qorxuruq. Bizim qorxduğumuz yerdə bizim gücümüz var. Bizim güclü hesab etdiyimiz yerdə bizim qorxumuz var. Yəni bir də bu cümləni təkrarlayıram. Qorxduğumuz yerdə bizim gücümüz var. Güclü hesab etdiyimiz yerdə bizim qorxumuz var. Bəzən biz qorxunun üzərinə getməliyik ki, o travmalardan azad olaq. Biz bunları bacarmırıq. Çox az, nadir bir insanlar, mənim yanıma gələn pasiyentlərdən də eşitmişəm ki, özləri ilə danışırlar. Bəzən insan özü ilə danışanda deyir, mən dəliyəm. Yox, bu dəlilik deyil. Sadəcə olaraq özünüzə hesabat verməyi bacarmalısınız. Mən qapını bağlı saxlayıram, mən qorxuram qapını açıq qoymağa. Niyə? Başlayırsınız araşdırmağa və araşdıranda
bir çox hallarda gəlib əsl səbəbə çıxa bilirsiniz. Düzdür, bunun üçün alternativ olaraq aksesbar biz təklif edirik, reiki təklif edirik və yaxud da healing təklif edirik. Çünki bir çox hallarda aksesbara biz getdiyimiz təqdirdə, yəni bu terapiyaları qəbul etdiyimiz təqdirdə biz özümüzün həmən o 0-7 yaşa qədər o məqamı tapırıq. Bir case danışım sizə, heç uzağa getməyəcəm. Öz pasientlərim üzərindən yox, öz üzərimdən gedəcəm. Mənim bir itirmə qorxum var idi. Yəni bax, real case danışıram sizə. İtirmə qorxum var idi. İnsanları itirmək, işi itirmək, belə bir qorxu var idi içimdə. Öz əməkdaşıma dedim ki, mənə bir aksesbar elə ki, mən bir tapım da bunun qorxusunun nədəni nədir? Nəticədə seans zamanı mən gəldim, özümün 4 yaşıma keçdim. Və mən özümü 4 yaşda olduğum paltarda, olduğum formada atamı, anamı və xarici xristian ölkəni gördüm. Və artıq seansdan çıxandan sonra mən başladım araşdırma aparma. Mən başa düşdüm ki, mənim 4 yaşım olanda biz Peterdə olmuşuq. Həmən o şəkili, hansını ki mən heç vaxt görməmişdim. Həmən o şəkili arxivdən tapdım. Həmən o paltarı, yəni həmən o seans zamanı gördüyüm paltarda olduğumu gördüm və araşdırma aparanda nəticədə məlum olub ki, mənim 4 yaşım olanda mənim valideynlərim məni Peterə aparanda məni orada oğurlayıblar siqanlar. Və sonradan mənim valideynlərim tapıb məni geri qaytarıblar. Demək, mənim 4 yaşımda keçirdiyim o travma ki, mən itirdim valideynlərimi, mən artıq heç vaxt görməyəcəm. Bu mənim artıq böyüklük zamanımda insan itkisi, iş itkisi, sevmə itkisi, kimə nə uyğundur da, bu anda məni trigger edirdi və mən itirə gedirdim. Çünki mənim içimdə o titrəşim, itki titrəşimi, o qorxum, həmən o travmam mənim bir üzrə həyatımı formalaşdırdı. Biz unutmuruq ki, bizim enerjimiz, fikrimiz haradırsa da bizim enerjimiz ora gedir. Yəni titrəşimiz ona verir. Artıq bütün dünya kvant üzərində durur və bunu artıq sübuta yetirirlər ki, biz nə isə ətrafımızda odur. Bizim həyata münasibətimiz həyatın bizə münasibətini müəyyən edir. O səbəbdən, yəni mənim özümün yamsıladığım həmən o içimdə şuur öncəsində olduğum proqram hal-hazırda böyüklük dövründə işləyirdi. Mən bunu tapandan sonra, artıq bunu çözəndən sonra, bu ocaqları söndürdükdən sonra hər şey tamamilə dəyişildi. Sual varmı danışdıqlarıma? Xeyr, yoxdur. Tamam. Mən istəyərdim ki, biz bu webinar maraqlı olsun, кейslər üzərindən gedək. Kiminsə bəlkə sualı varsa da o üzərindən gedək. Ümumilikdə mən belə deyim sizə, uşaqlıq travmaları və onların böyüklük zamanında təsiri məhz bundan ibarətdir. Sevgi qazanma travması var bizdə, itki qorxusu travması var bizdə. Ən çox mən özümün təhlilini aparmışam, sevgi qazanma travması bizdə daha çoxdur. Bu da bizdə məhz bunu elə əvəzində bunu verəcəm. Uşaqlıqda deyirlər. Məsəl üçün, ana deyir ki, dərsini elə, sonra səni rəfiqələrindən buraxacam gəzməyə. Və yaxud da ata oğluna deyir ki, böyüyərsən, filan qədər bal yığarsan, onda mən sənə maşın alacam. Baxın, baxırsan belə təhlükəsizlik bir proqramdır. Amma böyüdükdə bu insanda həmişə sevgini, valideynin sevgisini və yaxud digərinin sevgisini qazanmaq üçün özünü qurban vermə anlamına gəlir. Və bugünü biz bir çoxlarımız hər hansı bir iş üçün özümüzü qurban veririk ki, nəyisə əldə edək. Varmı nəyisə? Bəli, bir nəfər sual yazıb. Tərk edilməyi qəbul etməməyi necə dəf etmək olar? Tərk edilməyi necə? Mən sizə bir texnika demək istəyirəm. Ümumiyyətlə, bu kvant texnikadan gələn bir texnikadır. Düşünün ki, biraz hadisəni geri qaytarın, sizin xoşbəxt olan bir ana gətirin və məsəl üçün tərk edilmişsinizsə də və bunun əziyyətini çəkirsinizsə də, o proqramı yazın başqa cünə. Düşünün ki, hər şey yaxşıdır, hər şey öz yerindədir və sadəcə olaraq sizdə başqa bir iş alınıbdır və siz özünüz bu münasibəti sona yetirirsiniz.
Yəni proqramı yazmaq bizim öz əlimizdədir. Jung deyir ki, Carl Jung bilirik ki, bizim iki dənə hal-hazırda klinik psixologiya üzərində də Freud və Jungun üzərindən gedirik. Jung deyir ki, şuur öncəsindəkini biz şuura keçirtməyənə qədər həyatımızda baş verən bütün hadisələri qismət deyərək adlandıracağıq. Yəni buradan da bir nəticəyə gəlirik ki, qismət deyilən bir şey yoxdur. Bir çoxlarımız deyirik ki, qismət buymuş ki. Yoxdur elə bir şey. Qisməti biz özümüz yazırıq. Yəni biz şuur öncəsində olanı şuura gətirməyənə qədər, yəni bura gətirməyənə qədər həyatımızda baş verən hər bir şeyə qismət adlandıracağıq. Tərk edilmək də həmçinin. Əgər sizdə proqram yazılıbsa ki, mən tərk edilmə qorxusum varsa da onu buradan bura gətirin. ICF-ə getdiyimiz təqdirdə tərk edildiyiniz zamanda siz nəyi qazanacaqsınız və yaxud da nəyi itirəcəksiniz, bunu təhlil etməyiniz çox vacibdir. Həmişə 4 sual üzərində duracaqsınız. Mən bunu etdiyim təqdirdə nə əldə edəcəm? Mən bunu etdiyim təqdirdə nəyi itirəcəm? Mən bunu əldə etdiyim təqdirdə nə əldə edərək nəyi qazanacam? Mən bunu əldə etmədiyim təqdirdə nəyi itirərək nəyi əldən verəcəm? 4 sual. Və bu 4 sual üzərində, yəni mən bunu sizə bu metodu deyirəm ki, bəzi insanların psixoloqa getməyə imkanı yoxdur. Siz özünüzə bu sualları verərək özünüzü dərin bir depressiyadan çıxarda bilərsiniz. Amma özünüzə səmimi olmalısınız. Çünki biz insanlar bəzən özümüzə səmimi ola bilmirik. Solmaz Var. xanım yazıb, uşaq özünü təhlükəsiz hiss edib etmədiyini necə öyrənim? Baxın, əgər uşaq stol altına gedirsə də, uşaq yatanda yorğanı başına çəkirsə də, uşaq daim ananın yanında olmaq istəyirsə də, özünü rahat hiss edir. Yəni ki, digər yerdə olanda panik atak kimi də ürək döyüntüsü atmırsa da, uşağın yaşından asılı olaraq bir uşaq məsəl üçün kənarda olanda tumanına batırmırsa da, yəni ki, istəyir balaca və yaxud da böyük bayıra çıxmaqla söhbət gedirsə, deməli o təhlükəsizliyi normaldır. Yəni uşağın dırnaqlarının yeməsindən tutmuş, uşağının gözünün aşağıya salmasından tutmuş, bir ana üçün məsəl üçün bir test olaraq bunu deyə bilərəm ki, ana cəmiyyət içinə çıxanda uşağına fikir verməlidir, xüsusilə qız uşaqlarına. Əgər qız uşağı əks cinslə ünsiyyətdə ananın arxasına gizlənirsə də, aşağı baxırsa da, dırnaqlarını, əllərini sıxırsa da, bu anaya böyük bir siqnaldır ki, mən hər dəfə deyirəm, qızı olan, istəyir bacı oğlu olsun, istəyir xala oğlu olsun, istəyir qohumu olsun, qızı olan analar çox ehtiyatlı olmalılar və qız uşaqlarını belə qardaşı belə olsa, yanında saxlamaqda çox ehtiyatlı olmalıdırlar. Statistika onu göstərir. Həmçinin mənim yanıma gələn pasiyentlər onu göstərir ki, bir çox hallarda qız uşaqlarına təcavüzlər məhz qohumları tərəfindən edilir və uşaq balaca olduğundan, qorxuya qərq edildiyindən bunu anaya çox vaxtı demirlər. Yəni bunu mən artıq real özümün yanıma gələn insanlardan görürəm və mən vahiməyə bürünürəm ki, nə dərəcədə vəziyyət gərgindir ölkədə. O səbəbdən bu uşaqlara vaxtında diqqət yetirmək lazımdır. Əgər dediyim kimi, uşaq kişi xeylağı görəndə, oğlan xeylağı görəndə nəsə gizlənir, nəsə sıxılır, ayağına sıxırsa da, bu ana üçün bir siqnaldır ki, artıq orada nəsə düzgün getmir. Salam, həddindən artıq mükəmməliyyətçi biriyəm. Bunun səbəbi nə ola bilər və aradan qaldırmaq üçün nə edə bilərəm? Həddindən artıq mükəmməllikçi bir növdə OKB-yə yönəlmən bir xəstəlik kimi qiymətləndirə bilər. Yəni ki, obsessiv-kompulsiv pozuntuya, yəni hər şey düzündə olmalıdır, əyri olmamalıdır, evdə təmizlik olmalıdır. Loru dilində desək fasfasılıq. Bu da həmçinin hardasa da sizə yaşanmış travmanın nəticəsidir. Məsəl üçün, belə bir case danışım, bir xanım var idi bizdə. Deyirdi ki, mən evdə hər şey düz durmalıdır, ev tərtəmiz olmalıdır və s. və ilaxır. Biraz araşdırma apardıqdan sonra başa düşdük ki, bu təzə gəlin gəldiyi təqdirdə buna yağlı qazanları yudurtmuşdular və o ondan iyrənmişdir.
Və o iyrənməyin nəticəsində ona elə gəlir ki, qaynanası çirkindir, yəni təmizkar deyil. O başlamışdı evini səhərdən axşama kimi plisostlamağa, təmizləməyə, pərdələri yumağa və s. və ilaxır. Yəni mütləq qaydada sizin bu mükəmməlləşinin bir travması var. Hardasa sizdən bunu tələb ediblər. Uşaq vaxtı da ola bilər ki, bu belə olmalıdır, bu düz olmalıdır və yaxud da iyrənmə bir faktorunuz olubdur. Həmişə demişsiniz ki, mən belə ola bilmərəm. Bunu, yəni bu fərdi seanslarda araşdırmaq lazımdır ümumilikdə. O ki, qaldı onun aradan qaldırılmasına. Bu uzun bir terapiyadır. Əslində aldatmayacağım sizi. Bəlkə də 6 aya qədər terapiya çəkə bilər ki, terapiyanın əsas növü odur ki, ona gələn səbəbi 0 yaşa endirəndə tapmaq lazımdır ki, hansı dövrdən sonra bu sizdə yaranıbdır. Siz anadan gəlmə belə olmamısınız axı. Bu hansısa bir yaşdan sonra üzə çıxıbdır. Bir nəfər də yazıb, uşaqlıqda anam bir dəfə gizlənib məni alda aldatdılar ki, anan səni atıb gedib. Çox ağladım. Çıxdı dedi aldadıram, burdayam. Bu hansı travma yaradır və öz üzərimizdə özümüzün həll etməyi Bu mümkün. Aha, bax bu ana getdim, səni tək qoyacağam, mən səni burada qoyacağam, gedəcəm, gəlməyəcəm. Bu uşaqlarda tərk edilmə travmasıdır. Çox güman ki, bu xanımdırsa yazmağa, bu ola bilsin ki, dəqiq deyə bilmərəm, yəni təxmini edirəm ki, həmişə əks cins tərəfindən və yaxud rəfiqələri tərəfindən travmalar yaşayır. Həmişə də həyatında ola bilər ki, təkrarlanan hadisələr olsunlar. Yenə də bir real кейsə gedim. Uşaq idim, Şəkiyə aparırdılar məni və Şəkidə xalam qızları məndən böyüyürlər. Mən sözə baxmadığım təqdirdə Şəkidə belə bir qaranlıq bir otaq var idi və məni və bacımı biz sözə baxmadığımız təqdirdə bizdən böyük, yaşca çox böyük olan xalam qızı bizi o otağa bağlayırdı ki, biz yəni nəysə sözə baxmamışıq, bizi o otağa bağlayırdı. Və günün bugünü mənim bacım revmatoid artritdir. Həmin o qorxunun nəticəsində qazandığı bir xəstəlikdir. Və bu günün müəyyən vaxtına qədər mən qaranlıq otaqda yata bilmirdim. Yəni həmişə mənə o otaq bu günə qədər də mənim şuurum öncəmdə, şuur altımda bir vahimə kimi bir durur. İndiyənə qədər də mən məsəl üçün tam qaranlıq bir yerdə dura bilmirəm. Halbuki mən terapiyalarla o travmamı yaşamışam. Yəni çalışmışam, həmişə gözü açıq, qaranlıq otaqda da olsa gözü açıq və yaxud da mütləq hardansa da bir işıq gəlməlidir. Baxırsan ki, xırda bir şeydir də, məsəl üçün onu indi o bilərək onu eləməyibdir, amma mənə bu böyük bir travma yaşadıbdır. O səbəbdən də bu xanımda da ola bilər ki, uşaqlıqdan olan bir ananın o yaşatdığı bir travma tərk edilmə daha çox travmasına, qorxusuna gətirib, itirmə qorxusuna. Onlayn yoxlama edə bilərsinizmi? Ödənişli Annemniz yığar. şəkildə. Bəli, annemniz yığaraq, yalnız onlayn yazıldıqları konsultasiyada biz annemniz yığaraq, yəni annemniz nədir? Perinos etməmək şərti ilə psixoloqun birbaşa vəzifəsinə o düşür ki, insan gərək açıq olsun, danışsın. İnsan əgər etibar edərək psixoloqa onu narahat edən məsələni detallı şəkildə danışdığı təqdirdə o halda psixoloq ona travmanın səbəbini tapır. Coach isə, mən bildiyiniz kimi ICF coachum, coach isə onun daxildəki potensialını kəşf edərək ona o situasiyadan çıxmağa yardım edir. Digər tərəfdən də bir rəqəmsal psixoloq olaraq insanın şəxsi psixologiyasına biraz müdaxilə edərək onu sırf hardan və necə reaksiya verməsində müəyyən edə bilirəm. Leyla xanım, biz uşaqlıq travmalarından danışdıq. Yəni insanlar çox vaxt uşaqlıqda travma yaşayırlar, amma böyük olduqda istər universitet, məktəb və yaxud da iş həyatında da və yaxud da bir münasibətdə də insanlar məncə travma qazana bilirlər. Bəs həmin travmalardan necə qurtulmaq olar? Məsəl üçün məktəb dövründən danışaq, bullying deyirik biz. Düzdürmü? Məsəl üçün bir sinifdə götürün 32-42 şagird olur və qızın biri biraz kök olur. Və bu ünsiyyət yaratmaqda problem yaraşır. Həm ona deyir ki, bu kökdür və yaxud da 3 dənə qız birləşir, onunla əlaqə yaratmır.
Məsəl üçün podruqa olurlar, bunu qəbul etmirlər və yaxud da 4 dənə oğlan belə vurub sındıran oğlanlar biraz sakit oğlanı qəbul etmir. Bizə elə gəlir ki, bu normaldır. Amma bunlar artıq tələbə dövrünə gələndə müşahidə edirik ki, həmin o qız kim ki tərk edilir, yəni qəbul olunmur kollektivə, lap böyüdükdə bunda bilirsiniz necə travma yaraşır? Həmin o mükəmməlçilik sindromundan əlavə də başların üzərindən getmə sindromu var. Yəni o qız nəyin bahasına olur olsun, başlayır başların üzərindən getmək. Xəbərçilik etmək, hardasa da kiminsə dalıca danışmaq ki, onu o qrupa qəbul etsin. Bu bir formasıdır. İkinci bir forması isə də başlayır həmən o qrupa uyğun olmaq üçün özünü unutmağa. Məsəl üçün mən hansısa bir görüşə getmək istəmirəm, həvəsim yoxdur. Amma nə var o qrup məni qəbul eləsinlərdən öz prinsiplərimdən, öz qürurumdan keçirəm ki, o qrupa uyğun olum. Bax, iki kateqoriya olur. Ya belə, ya elə. Oğlanlar da həmçinin ki, məni o kruqa qəbul etsinlər deyən, o travmanı qəbul etsinlər deyən, onların dediyinə itaət edir. Evdən oğurluq olsun, narkotik olsun, içki olsun, əxlaqsız həyat tərzi olsun, ona sövq eləyir ki, tək ki bunlar desinlər ki, bu bizlərdəndir. Və yaxud da ki, əksinə, o kruqa girə bilmədiyi təqdirdə başlayır onlara qarşı bəzi təxribat edici məsələləri yürütməyə. Yazıblar yenə biraz gərgin vəziyyət yaşayanda boğazım düyünlənir. Haqsızlıq görəndə və ya stresli vəziyyətlərdə danışa bilmirəm. Özümü müdafiə edə bilmirəm. Baxın, mən psixomatikaya toxunmaq istəyərdim bu anda. Çünki bizim bədənimiz bizə siqnal verir. Ümumiyyətlə, bizim bədənimiz mükəmməldir, dostlar. Bizim bədənimiz artıq hər şey öncədən bilir. Əgər biz, bax, heç deyə də bilməsək, bizim boğaz çakramız var, yəni Şutxura çakramız deyilir. Bu, bir çox hallarda zoba və yaxud da digər xoş gələn və yaxud da xoş olmayan şişlərə əməl gəlməsinin başlıca səbəbi deyə bilmədiyimiz sözlərdir. Ümumiyyətlə, bədənimizi analiz eləsək, bizim belimiz ağrıyırsa, bu deməkdir ki, bizim dayağımız yoxdur. Bizim ayaqlarımız ağrıyırsa, bizim getmək, harada ki oluruq, harasa gediriksə də, bu bizə xoş deyil. Dizlərimiz ağrıyırsa, bu deməkdir ki, artıq dözə bilmirik. Yük daşımaq öz üzərimizdə ağırdır. Bizim qəlb çakramız, ürək çakramız ağrıdığı təqdirdə, bu o deməkdir ki, bizim sevgisizliyimiz var, bizi sevmirlər və yaxud da sevgi almırıq kifayət qədər. Mədəmizdə problem yaranırsa, bu o deməkdir ki, biz hansısa bir vəziyyəti həzm edə bilmirik. O səbəbdən bizim mədə problemimiz olur. Boğaz isə dediyim kimi deyə bilmədiyimiz sözlər düyünlənir. Bax, necə qeyd etmişsinizsə, düyünlənir boğazımızda və şişlər yaradır. Gözlərimizdə problem yaranırsa, bəzi məsələləri görürük və özümüzdən asılı olmayaraq göz yumuruq. Yəni haqsızlıq da bura aiddir və nəhayətdə ki, qulaq ağrısı o deməkdir ki, lazımsız yerdə eşitmək istəmədiyimiz sözləri eşidirik. Baş isə ümumilikdə həyatı qəbul etməməyimizə bərabərdir. O səbəbdən verdiyiniz suala onu deyə bilərəm ki, bu psixomatikdir xəstəliyiniz. Əlavə sualı olan varsa yenidən yaza bilər və yaxud səsləndirə bilər. Suallarınızı yaza bilərsiniz ki, çünki suallar üzərindən gedəndə həm insan öz sualına cavab tapır, eyni zamanda maraqlı bir case yaranır, yəni debat kimi gedir. Mən həmişə debatın tərəfdaşıyam. Debatlar daha maraqlı olur webinarda və daha faydalıdan da başqa yadda qalan olur. Çünki psixoloqlar deyirlər ki, toxunduğumuz, eşitdiyimiz və qoxuladığımız hər bir şey bizdə 70% yaddaşımıza yazılır. O səbəbdən case olanda siz canlandırırsınız o case'i və o case sizdə daha yaxşı yaddaşınızda qalır. Leyla xanım, mən bir sualım olacaq sizə. Buyur canım. Düzdür, məsəl üçün yaşım biraz aşağı az olsa belə, məsəl üçün hal-hazırda mən 3 dənə işdə işləyirəm. Evdən də olsa, yəni onlayn formada da olsa, biri Dərya qrupdur, biri məsəl üçün xəbər portalında işləyirəm, belə deyim, digəri isə müəllimlikdir. Düzdür, məsəl üçün çox yoruluram, amma əl çəkə bilmirəm də, heç birindən yəni keçə bilmirəm. Sanki məndə Mənə Aytacdır da adını səhv bəli, etmirəm. bəli. Rəqəminizi deyin, mənə zəhmət olmasın. 11 sentyabrdan anadan olmuşam.
mükəmməlçilikdir. Hmm. Stalinoy diplomatdır. Yəni bizim ikilərimiz bütün bayaq da səhər də bir səhər yeməyində idim. Orada da rəqəmlərdən danışırdım. İki rəqəmi mükəmməlçidir. Yəni bir şirkətin irəlilənməsində işi yaxşı yerinə yetirən bir rəqəm. Psixologiya maliksiniz. Yəni bu möhtəşəmlik var sizdə də. Hər şeyi yerinə yetirmək istəyirsiniz. Hər şeyə nail olmaq istəyirsiniz. Və hər şeydə bir var ki, yarım-yarımçıq həyata keçirdəsiniz. Bir də var ki, mükəmməllikçi ilə həyata keçirdəsiniz. Bu da sizsiniz. Yəni hər bir şirkətə lazım olan bir şəxsiz. Sizi bu məsələdə narahat edən nədir? Məni narahat edənlərdə əslində məsəl üçün yoruluram, çox yorğun oluram. Belə Hı. baxanda məsəl üçün valideynlərim də deyir ki, istərsənsə etmə, yəni heç ehtiyac da yoxdur. Yəni biz dəstək, amma mən Hı hı. razı olmuram. Heç birindən də keçə bilmirəm. Məsəl üçün adi bir təlim təşkil edirəm. Təlimdən öncə çox həyəcanlı oluram ki, yəni hər kəs bəyənməlidir, hər kəs maariflənməlidir, təlimçimiz məndən razı getməlidir. Bu Bunu necə mükəmməlçilikdir. necə Amma qurtula bilərəm? özünüzə səmimi sual verin. Bu sizə niyə lazımdır? Rational deyək də, rasional düşünsək, bu sizə niyə lazımdır? Çox Sevdiyim pulmu üçün. qazanmaq istəyirsiniz? Sevgi mi istəyirsiniz? Rəğbət mi istəyirsiniz? Tanınmaq mı istəyirsiniz? Yoxsa gələcəkdə karyera qurmaq mı istəyirsiniz? Sadəcə sevdiyim üçün. Heç biri, yəni önəmli deyil digərləri. Sadəcə sevdiyim üçün. Biz Aytaç xanım hər bir işi gördükdə rus dilində deyim, выгода, польза, успех. Yəni özümüzün çıxarışımız olmadan hərəkət etmirik. Nə qədər də siz desəniz ki, sevdiyiniz üçün edirsiniz. Orada bir nədən var. Nəyəsə və yaxud da kiməsə nəyisə sübut etmək istəyirsiniz. O da uşaqlıq travmasını da bağlasaq sizə, ola bilər ki, sizə deyiblər ki, sən bunu bacarmarsan və yaxud da yadda olmayan, məsəl üçün 7 yaşa qədər ola bilər ki, hansısa dostlarınız arasında olan bir travma olub, özünüzə söz vermisiniz. Mən özümdən götürüm, məsəl üçün mən uşaq vaxtı yadıma gəlir. Yəni bu da Access Bardan sonra mənim yaddaşıma düşüb ki, hardasa 4-5 yaşında olmuşduq. Və yadıma gəlir ki, ortada qaldı, klas oynayırdıq, şüşə ortada qaldı, nəyisə belə bir oyun oynayırdıq və mən uduzmuşdum. Mənə dedilər ki, sən heç vaxt uda bilmərsən. Və mənim sonradakı periodu yadıma gəlir ki, mən həmişə udmuşam o oyunda. Niyə görə? Çünki mükəmməllikçilik etmişəm. Yəni Leyla xanım, etdiyimiz hər bir şeyin nədəni var. belə deyim də, yox, həqiqətən də yəni sevdiyim üçün edirəm. Məsəl üçün iştirakçılar maariflənib gedəndə mənə yazırlar, təşəkkür edirlər. Məsəl üçün təlimçilərimiz təşəkkür edir. Bu mənə xoş gəlir. Və plus siz özünüz də bilirsiniz, biz tədbirlər də keçirdirik. Valideynlərimdən də iştirak edirlər. Valideynim statusda paylaşanda mənim lap ürəyimdən olur ki, hə, Baxın, gördünüz siz nə dediniz indi? İstəyirəm paylaşımda ürəyimdən olur. Yəni siz tərif istəyirsiniz. sadəcə valideynlərimlə. Hə, yəni bu da nədir? Yəni biz istəyirik ki, etdiyimiz işi bizi layiqincə qiymətləndirsinlər. Belə deyim də, Mükəmməlliyi gətirirsiniz də. Yəni mən bunu bacardım. Sübut edirsiniz özünüz özünə. Əksinə əslində Aytaç xanım bu çox gözəl bir şeydir ki, siz mən özünüz özünə söz sübut vermişəm. edirsiniz ki, hə, mən bunu bacardım. Söz verdiyim üçün sadəcə belə deyim də, mən 9-cu sinifdə oxuyanda qardaşım 11-də oxuyurdu. Universitetə daxil ola bilmədi, əsgər getdi. Mənim anam çox pis oldu, yəni sentyabr ayıydı, hələ də Hı -hı. yadımdadır. Anam başladı ağlamağa. Hə, o zaman söz verdim ki, mən səni o qədər qürurlandıracağam ki, sən gələcək göz yaşın ancaq və ancaq sevincdən ola bilər. Hə, O hara mənim qaçdıq biz indi? 11-ci sinifdə oxuyanda, qardaşım gedəndə, anam ağlayanda. hə, o mənim Gör- 20 aprel tədbirimə gəlmişdi anam. Hı. Tədbir bitəndə, ə, yəni mən heç özümdə deyildim o anda həyəcandan. Mənim anam gözü doldu, yəni kövrəldi ki, hə, sən çox sağ ol ki, məni bu qədər fərəhləndirdin. Hətta o mənim yadımdadır ki, bütün qohumlar, əqrabaya, hamıya zəng eləyəndə hə demişdi mənim qızım belə elə. Yəni mən ona sevindim Hə, ki, həqiqətən də sübut. belədir. Görürsüz, yəni nəyəsə söz vermisiniz və onu yerinə yetirmisiniz. Amma yenə O də səbəb. məsəl üçün mən bir işi istəməsəm, yəni onu əsla edə bilmirəm də, məndə alınmır o.
mümkünatı olmur ki, məndə alınsın. Məsəl üçün mənə deyirdilər ki, hüquqşünas ol. Hə, nənəm dedi ki, yox, meselектr ol. Mən o işi edə bilməyəcəyim üçün, yəni bəyənmədiyim üçün belə deyim, nə məndə da pis anlaşılmasın. Sadəcə mənə uyğun deyil. İndi hər kəsin özünə uyğun, özünə yaraşdırdığı bir peşə olur, özünü tapdığı bir peşə olur, lap belə deyim. Mən orada özümü görmədiyim üçün seçmədim. Yəni sevdiyim üçün bu işlə məşğulam, amma daha çox söz verdiyim üçün elə məncə də yerinə yetirirəm. Amma yorur adamı. Çünki Aytəç xanım, siz mükəmməliyyətçi yorur. mükəmməlsiniz. Çox sağ olun. Və mən sizi şəxsən tanıyıram. Görürsüz, mən də sizə artıq o eşitmək istədiyinizi deyirəm sizə. Və mən sizi şəxsən tanıyıram və sizin peşəkarlığınıza heyranam, təşkilatçılığınıza heyranam və gənc olmağınıza baxmayaraq siz artıq özünüzdən böyük layihələrə imza atırsınız və düşünürəm ki, daha da uğurlu bir şeylər həyatda əldə edəcəksiniz. Minnətdaram Leyla xanım. Təşəkkür edirəm. Xoşdur bu sözləri sizdən eşitmək. Suallarımız varmı bizim? Bəli, bəli. Bir nəfər yazıb, hansı travma qıtlıq bilinci yaradır və qıtlıq bilincindən necə çıxmaq olar? Ay, bu mənim ən sevdiyim mövzudur. Çünki yanıma gələn 90% pasiyentlər məhz bu mövzu ilə müraciət edilir. Qıtlıq bilinci. Bu bizim uşaqlıq, əslində əsl uşaqlıq travmalarımızdan da biri budur. Yəqin ki, bir çoxlarınız eşitmisiniz. Ayağını yorğana görə uzat. Və yaxud da ki, pul əl çirkidir. Çoxlu pul heç vaxtı halal yoldan gəlməz. Haramçılıqdır, məmurdur, mütləq oğruyubdur. Yəni, baxın, o şuur altından yazılan proqramlarımızdır. Və əslində bu bizə qıtlıq həmən o proqramını yükləyir. Və biz böyüdükdə bizə evran, mən deyirəm ki, həmişə inandığımız hər şey doğrudur. Və bizə evran çox şanslar verir, bir çox qazanclar üçün, bir çox rifah üçün. Amma bizim o şuur altında, bilincimizdə olan qıtlıq bizə buna imkan vermir. Çünki biz puldan qorxuruq. Bu bir məqamdır. İkinci bir məqam qıtlıq qorxusu. Biraz ezoterikaya girə bilərəm və deyə bilərəm ki, reinkarnasiyaya girdikdə çox güman ki, keçmiş həyatda, keçmiş yox, elə öz qohum əqrəbələrinizdən, baba və atadan gələn bir informasiya var. Pul qorxusu. Ola bilər ki, nəsildə pul olubdur və o pula görə kimsə türməyə düşübdür, qorxu yaranıbdır və yaxud da pul oğranıbdır və yaxud da pul üzərində kimsə ölübdür və bu məlumat dediyim kimi, baxın, ana bətninə düşdüyümüz andan belə, anamız belə, nənəmizin bətnində artıq anamızın yumurtalıqları bəlli olur və bu nəsildən nəsilə ötürülən bir informasiyadır. Yəni, biraz kvanta keçirəm. Bir çox insanlarda bu var. Araşdırsa, nəslini araşdırsa görəcək ki, hə, burada artıq qorxu var. Mən özümdə də kvantla araşdırma eləmişəm bunu. Və müəyyən olub ki, hə, həqiqətən də keçmiş nəsillərdə pulla bağlı problem yaşayanlar olubdur. Elə öz atamdan da götürsəm, pula görə böyük problemlər, çox zəngin insan olubdur, sonra itiribdir və yəni bu proqramlar bizdə daşıyıcı olur. Ümumiyyətlə, genetik xəstəlik deyilən bir şey yoxdur, məlumatın ötürülməsi deyilən bir şey var. Biz hamımız sıçovuldan qorxuruq, amma sıçovul bizə heç nə eləməyibdir. Hardandır bu qorxu bizim hamımızda? Çünki yadınıza gəlir vəba, yəni yadınıza gəlmir, falan tarixə qayıtsaq, belə deyək, vəba xəstəliyi var idi və vəba xəstəliyi sıçovullar vasitəsilə yayılırdı. O səbəbdən hamı başa düşürdü ki, sıçovul olduğu yerdə vəba xəstəliyi yayılacaq, hamı qorxurdu. Yəni bu düşünün, genetik olaraq ötürülən bir məlumatdır bizlərə. Və bilinç altında pul qorxusu, pul itirmə qorxusu və yaxud da ki, bu frekanslar deyilən bir şey bizə ötürülmə bir qorxudur. Bunu araşdırmasını dərin, seanslarda biz bunu dərin araşdırma aparırıq ki, ananın nəsli necə olub pul məsələsində, ata nəsli necə münasibəti olub pulla və həmən o məlumat gəlib sizə çatır. İnsan var ki, pul gəlir əlinə müəyyən miqdara qədər gəlir, ondan artıq artmır. Araşdırırıq, baxırıq ki, valideynlərindən gələn proqramdır. Çörəyimə var, evimi ödəməyə pulum var, məsəl üçün, müəyyən xərclərimi ödəyəcək pul var, bu mənə bəsimdir. Mənə bundan artıq pul lazım deyil. Nəsildən gələn məlumatdır.
Siz numerologiya ilə də məşğulsuz? Soruşanlar var. Bir nəfər soruşub. Mən Südçay elmi üzrə professional yəni professionalım bu haqda. Bu numerologiya deyil. Numerologiyanın Südçayın fərqini deyim ki, bəlli olarsınız. Numerologiya rəqəmlərlə işləyir, Südçay isə psixologiya ilə işləyir. Yəni mən insanın doğum tarixinə əsasən onun hansı psixologiya malik olmasını müəyyən edə bilirəm. Eyni zamanda insanlar məndə canlı görüşə gələndə insanın frekansına qoşularaq onun belə deyək də nə ilə nəfəs almasını artıq hissiyatıma, çünki 9 rəqəmi, 9-2 rəqəmi olaraq onun hissiyatına, yəni yəqin ki görürsüz Leyla Erman 9-2 yazılıbdır. 9 şuur sayımdır, 2 missiyamdır. 2 rəqəmində dünyaya gələn insanlar ümumiyyətlə 100% intuisiya maliklər və statistika onu göstərir ki, 9 rəqəmində dünyaya gələn insanlar ümumiyyətlə gizli sirli aləmə qapısı açıq olan insanlardılar. O səbəbdən insan gələndə artıq insanla danışanda insanın nədən nəyi olmasını bəlli olur bizə. Belə deyək də, vanga deyək də belə ezoterik olaraq. Hər vaxtınız xeyir Leyla xanım. Oğlumun 14 yaşı var. Sanki 10 yaşında uşaq kimi hər şeydən əyləncə axtarır. Sanki uşaq kimi aparır özünü. Balaca vaxtı daha başa düşən idi, elə bil. Amma belə hər şey qaydasındadır, normal. Özünü uşaq kimi aparır. Çox güman ki, siz o uşağa uşaq kimi davranmısınız. Kstati, belə deyim, yanıma gələn insanları müşahidə etdikdə başa düşürəm ki, bizdə Azərbaycana məxsus olan bir məqamdır. Bunu qeyd edəcəm. Oğlan uşaqlarına daha çox nəvaziş göstərirlər, nəinki qız uşaqlarına. Çünki statistika ona göstərir ki, bir müddət bundan öncə elə 14-10 yaşına təsadüf edir. Oğlan uşağının dünyaya gəlməsinə daha çox atalar sövq edirdilər. Qız uşağı belə deyək də lor dildə desə arzu olunmaz idi. Hər bir kişi müsəlman aləmində düşünür ki, bu həyatda vacib gördüyü işlərdən biri odur ki, ev tikmək, ağac əkmək və oğul uşağı dünyaya gətirməkdir. Və oğlan uşağı olduqda 3 bacının bir qardaşı, 2 bacının bir qardaşı, o oğlan sanki padşah olur və onu elə bir üfürərək pambıq içində böyüdürlər və müəyyən müddətdə kompensator bizdə var. Kompensasiya olur. Məsəl üçün bədən tez böyüyür, əqli inkişaf qalır və yaxud dil inkişaf edir və yaxud təfəkkür biraz geri qalır. Bir müəyyən yaşda bunlar artıq kompensator olaraq bir-birlərini əvəzləyir. Amma sırf bizim bölgəyə, Azərbaycana məxsusdur. Bizdə oğlan uşaqlarını çox üfürə-üfürə böyütdükləri üçün müəyyən yaşda, xüsusilə də keçid dövründə bu özünü bir üzə verir. O səbəbdən analardan çox-çox xahiş edərəm. Uşaqlarınızın yanında heç bir halda nə hamama girin, nə çimin, nə uşaqlarınızın yanında paltar dəyişin. Çünki bunlar hamısı oğlan uşağından xüsusilə söhbət gedir, psixikaya təsir edir. Bir daha bir case danışacağım. Bir rayonların birindən bir ata mənə müraciət etmişdi ki, mənim oğlum 34 yaşı var və evlənmir və biz bunu nə də eləsək, bunun evlənə bilmir, biz bundan problem yaşayırıq. Bir müddət seansa biz bunu yazdıq. Seansın sonunda mən ataya bəlli etdim ki, mən bunu artıq müəyyən qurumlara bəyan etməliyəm. Çünki bunun psixiatriyalıqdır da, bu yəni psixoloqluq deyil, psixiatriyalıqdır. Biraz dərin araşdırma aparandan sonra məlum olmuşdu ki, oğlan yalnız öz anasını sevirmiş. Buna EDAP sistemi deyir. Uşaqlıq travmasıdır bu arada. 7 yaşa qədər uşaqlarda bu müəyyən olur. Uşaq öz anasına aşiq olur. Qızlar öz atalarına aşiq olur. Ona görə böyüdükdə qızlar öz atalarına oxşar bir bəy axtarırlar və tapa bilmədikdə olan hadisələr təkrarlanır ta ki o tipajda kişi tapmayana qədər və bəylər də həmçinin analarına oxşar bir xanım axtardıqda onu tapmayana qədər həyatları belə deyək, bir növ puç olmuş olur. Müəyyən olmuşdu ki, bu oğlan deyirdi ki, mən anamı sevirəm və anam tipli xanımla evlənmək istəyərəm və ümumiyyətlə mən evlənmək istəmirəm, mən anamla evlənmək istəyirəm. 34 yaşı var idi. Biraz dərin seanslarda araşdırma aparandan sonra müəyyən oldu ki, ana bunun 6 yaşı olanda, yəni oğlanın dediyinə görə deyirəm, sarafanda olaraq bu oğlanın başını dizinin üzərinə qoyurdu və buna həmişə lay-lay deyirdi. 6 yaşlı uşaqdan söhbət gedir. Yəni biz bunu seansda müəyyən etmişik və o andan bu oğlan anasına aşiq olur. O səbəbdən, yəni indi daha danışmayacağam, bu artıq sir olaraq qalsın, nələr oldu. O səbəbdən oğlu olan analar
düşünməsinlər ki, əşi uşaqdır, heç nə olmayacaq, nə başa düşəcək, əşi uşaqdır, heç nə olan deyil. Həmçinin qız uşaqlarına, atalarına aiddir bu. Uşaqlar hər şey şuur öncəsi yazır. Düşünün ki, diktafon var uşağın əlində. Sizə elə gəlir ki, başa düşmür, amma şuur öncəsi yazır. Bəs qıtlıqdan bolluq bilincinə necə keçmək olar? Elə edək ki, həyatımıza pulu çəkək. Gəlin sizə bir yaxşı texnika deyim. Travmalarla bağlıdır mövzumuz, amma mənim ən sevdiyim mövzulara toxunursunuz. Ümumiyyətlə, kvant elmi bizə nəyi deyir? Kvant elmi deyir ki, həyatınızda nəyisə çəkmək istəyirsinizsə, onu yaşamalısınız. Jung da onu deyir, Freud da onu deyir ki, məsəl üçün siz nazir olmaq istəyirsinizsə də özünüzü nazir kimi aparın. Nazir kimi geyinin. Siz hər hansı bir vəzifədə olmaq istəyirsinizsə, o vəzifəyə uyğun olaraq özünüzü hərəkət edin. Bu bir. İkinci bir məsələ, mən sizə manifestin gücünün əsas nöqtəsini çatdırmaq istəyirəm. Bunu heç yanla paylaşmırlar, amma mən sizlə paylaşacağım. Bir çoxları deyirlər ki, manifest elə, xəyal elə, vizualizasiya elə ki, sən müəyyən bir şeyi əldə etmisən. Amma sizə bir sir açacağam. Bu kifayət deyil və bu işləmir. Vizualizasiya yalnız bir halda işləyir. Bizim şuur öncə neyronlarımız necə işləməyini psixologiyadan onu izah edirəm sizə. Siz yalnız arzu etdiyiniz bir şeyi artıq əldə olunmuş kimi vizualizasiya etdiyiniz təqdirdə və ondan 3 ay öncəyə qayıdıb bunu necə əldə etdiyinizi izah etdiyiniz təqdirdə əldə edəcəksiniz. İzah edim ki, daha aydın olsun. Məsəl üçün, mən Ferrari maşınını istəyirəm. Mən istəyərək də qalacam. Çünki mən sadəcə olaraq istəyirəm bunu. Vizualizasiya etsəm də, düşünsəm də, nələr də etsəm, bu məndə ancaq elə vizualizasiya olaraq qalacaqdır. Amma bir an düşünün ki, mən düşünürəm ki, mən Ferrarini almışam. Artıq onu sürürəm, rəfiqəmgilə gedirəm, bacımgilə gedirəm, Ferrari ilə rəfiqələrimi aparıram, harasa gedirəm, onunla səyahət edirəm Qəbəliyə, Qəbəlidən çıxıram, gedirəm Şəkiyə, orada maşının təkəri buraxdı, təkəri doldurdum, benzini doldurdum, yəni mən bunu yaşayıram. Və artıq onu yaşayıram, artıq almışam, artıq Ferrari ilə səyahət də edirəm və rəfiqələrimi də gəzdirirəm və həyatımda harda durur və düşünürəm ki, hamı baxır, deyir, nə qəşəng maşındır və s. və ilax. 3 ay geriyə qayıdıram, artıq maşın var, sürürəm və sanki kiməsə danışıram ki, mən bunu əldə edəndə nələr oldu? Əli gəldi, mənə dedi, maşın istəyirsən, ala mən sənə 10.000 verim, sonra bankdan kredi çəkdim, sonra bunu elədim, sonra miras qaldı, hədiyyə olundu, kim indi ağlına nə gəlirsə də. Və mən sanki danışıram ki, mən bu maşını sürürəm, amma bu maşın 3 ay öncə mən bunu xəyal edəndə, bax bu belə oldu, belə oldu. Ev məsələsinə də gəlsək də, ev məsələsi də olsun, hər şey, hər bir halda. Burada əsas püf nöqtəsi, püflər demişlər, nədədir? Biz beynimizi aldadırıq. Biz beynimizə proqram veririk ki, məndə bu var. Və geri dönüş etdikdə 3 ay öncə mən bunu necə əldə olduğumu danışıram. Beyin onda aldanır və bunu olmuş kimi qəbul edir. Və inandırım sizi, çox qısa bir müddətdə istədiyiniz hər bir şeyi əldə edə bilərsiniz. Təbii ki, Access Bardır, məndə seanslarda reikidir, daha dərin meditasiyalar buna daha tez kömək edir əldə olunmasına. Çünki biz nə qədər də desək ki, mən özüm olsun. Görürsünüz, mən deyirəm ki, mən öz mütəxəssisimi deyirəm ki, mənə reiki elə və yaxud da Access elə. Çünki mən mütəxəssis olmağıma baxmayaraq özümə o effekti verə bilmirəm. Burada mütləq qaydada sizə provodnik deyirik biz. Yəni bu yolunu aparan bir insan lazımdır ki, sizi müəyyən meditativ bir vəziyyətə çalsın, 4 nəfəs alıb 8 nəfəs verməklə, beyninizi sakitləşdirməklə şuur öncənizə o proqramı yazmaq lazımdır. Leyla xanım, bir nəfər doğum tarixini yazıb məlumat istəyib. Kənan bəydir, 23.07.1991. Kənan bəyin çox gözəl matrisası var. 23 5 rəqəmidir. Ümumiyyətlə 5-lər çox yaxşı tacirdirlər, belə deyək, satışçı olmalıdır. Çünki bunun alanı belədir. Gözəlliyi sevən bir insandır. Ola bilsin zövqü çox yüksəkdir, geyinəndə fərqli geyinə bilər.
ürəyi isti, başı soyuqdur. O səbəbdən hisslərini bəlli edə bilmir, sevdiyini də bəlli etmir, nifrət etdiyini də bəlli etmir. Çox yaxşı satışçıdır dediyim kimi. Cəmi yarım saat kifayətdir ki, insanın alanına girsin, satış eləsin. Soyuq rəqəmdir. Eyni zamanda 2-3 enerjisi olduğu üçün həm sənin, mənim deyərək anlayır, eyni zamanda dərin təhlilə malikdir. Toplamda 7 rəqəmi var, daxili xarizması var, enerjisi güclüdür. O səbəbdən bu həyatda özünü tapa bilməyibsə də deməli problem şuur altındadır. Bir nəfər də yazıb 2009. Rəqəmlərdən danışanda mən bir məclisə gedəndə mənim rəfiqəm deyir ki, sus, danışma. Sən danışanda hamı başlayır sənə nəsə sual vermək. Əslində belə eləyə bilərəm. Bizim bundan əvvəlki vebinarımızda siz danışmışdınız rəqəmlər Hı, haqqında. Onun hı. təkrarını bir daha qrupa göndərərəm, elə izləyərək məlumat əldə edə bilərlər. Düzəltsinlər, hə. Hə, başqa sualı olan yoxdur deyəsən. Leyla xanım yenə mükəmməl bir vebinar oldu. Hı. Təşəkkür edirəm. Çox Siz xoş sağ oldu. olun. Mən Düz yəni rəqəmlər mənim ən belə bu arada bunu da qeyd edim sizə dostlar. Artıq bu mənim danışdığım elm Azərbaycan tərəfində təsdiq olunubdur Təhsil Nazirliyində. Və çox güman ki, yaxın bir zamanlarda artıq biz bunu deponирование deyirlər də, yəni ki, bu elmi artıq təsdiq ediblər ki, həqiqətən də biz qəbul edirik ki, belə bir şey var. Və yəqin ki, çox yaxın zamanlarda biz artıq bunu universitetlərdə, məktəblərdə artıq bugün təklif gəlib mənə ki, məktəblərdə 10-cu, 11-ci siniflərə bunları təlim kimi verməyə, çünki biz insanın potensialına uyğun olaraq istəyimizi edə bilərik. Hər dəfə bunu deyirəm. 9 rəqəmindən istədiyinizi 2 rəqəmindən istəyə bilmərsiniz. Dostlar, 2 rəqəmi 3 gün düşünməlidir qərar vermək üçün. 9 rəqəmi qərarı verir və dərhal icraya keçirilir. 6 rəqəmi yatmağı sevir. 7 rəqəmi əksinə kreativdir. 4 rəqəmi inqilabçıdır. 1 rəqəmi başına tac qoymuş şahımızdır bizim. 8 rəqəmi pul sevəndir. Sonra kim qaldı bizdə orada? 5 rəqəmi tacirlərimizdir. 3 rəqəmi bizim təhlil edənlərimizdir. O səbəbdən biz hər bir insanın psixologiyasının nədəninə varmaq istəyiriksə də mütləq onun hansı psixologiya sahib olmasını bilməliyik. Və bunun üçün sosial elmi çox böyük bir baza yaradıb bizim üçün ki, bilmək üçün. Məsəl üçün, mən əvvəllər insanlarla ünsiyyət yaratmaqda problem yaşayırdımsa, indi məndə o problem yoxdur. İlk verdiyim sual o olur ki, ayın neçəsi dünyaya gəlmişsiniz? Kifayətdir mənə tarixi bilmək və mən artıq bilirəm ki, o insanla necə danışmalıyam. Bir balaca кейsə dönsəm, mənim oğlum 1 rəqəmindədir. Əvvəllər yola getmirdik buna. Necə yola getmirdik? Mən buna dedim ki, Cavid bunu elə. Deyirdi, indi eləyəcəm. Cavid, sənə demirəm bunu. Mən 9 enerjisindəyəm. Mars, alovluyam. Hövsələm çatmırdı. Başlayırdım belə səs tonumu qaldırmağa uşağa ki, bunu demədim sənə elə. Qırğın qiyamət. Belə deyək, bizim dildə desək. Amma bu rəqəmsal psixologiya gəldikdən sonra, bildikdən sonra ki, birlərə itaət etmək lazımdır. Birlərə demək, birlərin sirli açarı odur ki, deməlisən ki, xahiş edirəm, bu işi səndən gözəl heç kəs edə bilməz. Və mən bu sirli kodları öyrəndikdən sonra oğlumla mükəmməl dost olduq. Və istədiyim hər bir şey manipulyasiya deyə bilərik, ona etdirə bilirəm. Həmçinin 2 ilə danışanda, həmçinin 3 ilə danışanda, həmçinin 4, 5, 6, 7, 8, 9 ilə danışanda. Bu səbəbdən biz istəyirik ki, müəllimlər uşaqların bu psixologiyasını bilsinlər və beləliklə bizim əsas məqsədimiz ölkədə olduqca çox potensiallı dahiləri, potensiallı liderləri, potensiallı kreativləri, jurnalistləri yetişdirməkdir. Çünki hər bir uşağın özünə uyğun potensialı var və travmalara gəldikdə ana əgər uşaq vaxtı, məsəl üçün 2 rəqəminə deyir ki, tez ol da, niyə belə ləngsən, belə asta gəlsən deməklə uşağı daha çox böyük travmaya salır. Və düşünün ki, ana bilir ki, uşağı 7 rəqəmindədir, uşaq kreativdir. Düşünün, uşağımı hara aparım? Başlayır rəsmə aparmağa, dərsliyə aparmağa, modaya aparmağa. Beləliklə biz dahiləri yetişdirmiş oluruq.
Yəni bizim bu dəqiqə missiyamız, mən 9 rəqəmi olaraq, missiyam daha çox insanları xoşbəxtliyə çatdırmaqdır. Hər bir insanın bu həyatda missiyası başqasının xoşbəxt olmasına yardım etməkdir. O halda pul da gələcək, qıtlıq enerjisi də yoxa çıxacaqdır. Hər şey həyatda yaxşı olacaqdır. Hər bir insan bu həyatda rifaha çatmaq istəyirsə də ilk öncə etdiyi işdə bir sual verməlidir. Mənim etdiyim iş ətrafımda 3 insana fayda verəcəkmi? Əgər sizin etdiyiniz iş ətrafınızdakı 3 insana fayda verəcəksə, deməli o işdə sizə həm ruziniz olacaq, həm rifahınız olacaq, həm daxili xoşbəxtliyiniz olacaq. Çünki bizim eqomuz xoşbəxtlik axtarır. Xoşbəxtliyin də ən başlıca sirri başqasına yardım etməkdir. Leyla xanım, bir nəfər sual yazıb. Uşaqlarda geyimə qarşı həssaslıq, geyimləri geyməkdə çox çətinlik çəkməsi bu psixoloji problem sayıla bilərmi? Baxır, biraz açıqlasın sualı, hansı geyimləri geyməkdə. Məsəl üçün, və uşağın tarixini desin. Məsəl üçün, uşaq hansı tarixdə doğulubdur? Məsəl üçün, 7, 4, 5 rəqəmində 27/05/2019. 5 görürsünüz, orada 5 var matritsasında da. Bunlara ana istədiyi paltarı geyindirə bilməz. Qəbul etməyəcək. O özü öz seçimində olmaq istədiyi paltar. Bu birincisi də burada lap dağınlığa keçək. Ana niyə sövq eləyir ki, özü istədiyini geyindirsin uşaqlara? Biz həmişə uşaqlarımıza seçim verməliyik. Bax, çox gözəl bir sualdır bu arada. Biraz qayıdım geyim travmasına. Bir çoxlarımıza analarımız deyir ki, bunu almışam, bunu geyinəcəksən. Bu bizdə başqa bir travma yaradır. Biz özümüzün zövqümüzü inkişaf elətdirmirik. Və o həssaslıq ana deyir ki, uşaqların geyimə həssaslığı və mən biraz açıqlasa daha dəqiq deyə bilərəm ki, hardan qaynaqlanan bu şeydir. Ola bilər ki, ana deyir ki, mənim pulum buna çatır, bunu geyin. Uşaq da deyir ki, məsəl üçün, mən bulunduğum ortam universitet uşağıdırsa və yaxud bizim məktəbdə hamı belə geyinir. O səbəbdən heç kəs inciməsin mənə. Mən biraz Sovet dövründə olan sistemi daha çox bəyənirəm, forma sistemi. Orada təbəqələrə bölgü bəlli olmurdu. Biz hamımız korичневый forma, ağ fartuq bayramlarda, qara fartuq gün ərzində geyinirdik. Və orada heç kəs bilinmirdi. Kim nazir qızıdır, kim biznesmendir, kim dövlətdir, kim işçi qızıdır və yaxud oğludur. Hamı eyni idi. Bugünkü məktəblərdə əfsuslar olsun, bu böyük bir aralıq yaranır. Telefon əldə tutmaqdan başlayaraq, götürdüyü sumkadan başlayaraq, məktəbə gətirdiyi qələmdən tutaraq. Və bu bir çoxlarında doğrudan da gələcəyə böyük bir travmaları sövqüləyəcəkdir. Özü də ciddi şəkildə olacaqdır. O səbəbdən bir çoxları, məsəl üçün, mənim yanıma bir xəstə xanım gəlir, yəni belə pasiyent deyim də, çox yaxşı bir ailənin qızıdır, hər şey nəyi var, amma o öz qrup yoldaşlarını bəyənmir. Çünki deməli buna ana, ata hər şey eləyir, amma qrup yoldaşları işləyirlər, qazanırlar və nəticədə imtahan verəndə bu qız o uşaqlardan az bal yığdığı üçün həzm edə bilmirdi. Böyük bir depressiya uğramışdır. Yəni o səbəbdən müalicəyə gəlir yanıma. Və biz onunla danışanda mən ona sadəcə onu izah elədim ki, onlar işləyir, onlar qazanır və onlar özlərinə alır. Sən isə ata-ana hesabına yaşayırsan, ona görə onların uğurunu həzm edə bilmirsən. Yəni bax, burada da bu travmalar bundan gəlir. Bəzən biz valideynlərimiz düşünürük ki, biz evladlarımıza yaxşılıq eləyirik, amma əslində yaxşılıq eləmirik. Daha əksinə onları geriyə salırıq. Çünki o qızı, məsəl üçün, onun qrup yoldaşlarından fərqli olaraq qrup yoldaşlarını hara atsan, onlar özünə iş də tapacaqlar, güzəran da tapacaqlar, amma bu qızı hara atsan bu batacaq. Niyə görə? Çünki valideynlər həmişə himayəsində saxlayır. Burada qızıl ortamı saxlamaq çox önəmlidir. Sadəcə rəqəmləri yazıblar. Onu yenə deyirəm. Əvvəlki təlimimizi paylaşacağam. Onu izləyə Gəlin, bilərlər. Aytə xanım, qısa bir zamanda biraz rəqəmlərin üzərindən keçim ki, heç kəsin xətrinə dəyməyək. O da olar. İzninizlə. O da olar. Gəlin əlbəttə. keçəyim. Baxın, ayın 1-i, 10-u, 19-u, 28-i dünyaya gələnlər. 1-i, 10-u, 19-u və 28-i dünyaya gələnlər. Bunlar bizim liderlərimizdir. Yəni sizin şuur sayınız 1-dir. İdarə edir sizi Günəş.
O səbəbdən günəş sizi idarə etdiyi üçün siz özünüzü hamıdan üstün sayırsınız. Belə deyək, egonuz çox üstələyir sizi. Sizin enerjiniz sizin onurğanızdadır. O səbəbdən onurğanızı qorumaq çox vacibdir. Yəni sizin onurğanızda problem yarandığınız təqdirdə sizin həyatınızda gedişatlar səhv ola bilər. Gözəl mühasib, gözəl orator, yəni qiraətçi, gözəl lider ola bilərək və burada əsas məqam odur ki, sizin başınızda tac olduğunuz üçün siz heç kəsə işləyə bilmərsiniz. Əgər bu həyatda uğur qazanmaq istəyirsinizsə də özünüz öz işinizi icad etməlisiniz, özünüz özünüzə işləməlisiniz. Bu tarixlərdə doğulan insanlar çox vaxtı belə deyim, bioenerjiyə maliklər, əllərində şəfa var, insanları müalicə edə bilərlər. Bu insanlara yaxın dursaz sizi yandıracaqlar, uzaq dursa soyuyacaqsınız. Bu insanların həmişə neytralda qalmaq lazımdır. Bax, mənim oğlum kimi. Bu insanlarla danışanda həmişə hörmətlə danışmaq lazımdır, həmişə itaət xarakterli münasibət göstərmək lazımdır. Və ən əsası da bu insanlar əgər kimisə sevdisə də, himayəsinə aldısa da onları qoruyacaqlar. Sevgiləri bir dəqiqədə bitər. Əgər xəyanətlə üzləşsələr. Bu insanlar satqınlığı, xəyanəti sevmirlər. Ona görə ətrafınızda bir rəqəmi varsa da onlara əsla xəyanət etməyin. Gələk bizim 2 rəqəmlərinizə, ayın X-i, 11-i, 20-si və 29-u dünyaya gələnlər planetləri aydır. Biz bilirik ki, ay necə olur? 15 gün gəlir, artır, 15 gün azalır. Bax, bizim ikilər 2 ayağının üstündə durur. O səbəbdən ikilər qərar verməmişdən öncə 3 gün düşünsünlər ən azı. Çünki onlar əgər dərhal qərar versələr, sonra peşmançılıq çəkirlər. Bizim ikilər bütün bədənlərində enerji var. Bədən bizim nədən ibarətdir? Sudan ibarətdir. 70% sudan ibarətdir. O səbəbdən bizim ayın X-i, 11-i, 20-si, 29-u dünyaya gələnlər suya yaxın olmalıdırlar. Hətta belə dərmanlarını belə sulu şəkildə içməlidirlər. Bizim 2 rəqəmində, yəni şuur sayı 2 olanlarımızın bədənlərində xüsusi qoxu var. Amrit soku deyirik biz xanımlarda olan. Ona görə onlar ətri də belə vurduqda tam fərqli bir qoxurlar. Kişiləri isə Kazanova olurlar. Xəyanət eləsələr də elə edəcəklər ki, heç kəsin ruhu inciməyəcəkdir. Yəni çox gözəl manipulyatordurlar. İnsanları manipulyasiya etməyi sevirlər ikilərimiz bizim. Çox gözəl işçidirlər. Bütün şirkətlərdə 2 rəqəmi oldusa da arxayın olun ki, bunlar bütün işləri yerinə yetirəcəklər. Gələk bizim Yupiter idarəçiliyi altında olanlar, bizim ayın 3-ü, 12-si, 21-i və 30-u dünyaya gələnlər. Bunların planetləri Yupiterdir. Bunlar çox gözəl təhlilə malikdirlər və bəzən olur ki, insanlara sevgilərini, qayğılarını boğaraq verirlər. Papağı geyin, şərfivi ört, yemək yedinmi, neynədinmi? Yəni artıq suallar verir. Mənfidə daha çox boş-boş danışanlar olurlar, mənfidə. Müsbətdə çox gözəl əl qabiliyyətləri olur. Michelin ulduzları 3 rəqəmindədirlər. Dünya üzrə offshore MLM kampaniyaları hamısı 3-ün ağlı üzərində qurulubdur. Allah, birlər bizdə liderdir. Allah 3-ləri sevir, amma sistem onlara pul vermir o hala kimi ki, çünki 3 o qədər təhlil edir ki, o təhlil edənə qədər bir dəldən doğru xəbər, başqası götürür o işi yerinə yetirir. Ona görə 3 təhlil etməyə başladısa da dərinə gedir. Çox təhlil edir, çox belə fəlsəfəyə meyilli olurlar 3-lərimiz. Otursunlar, dünya dərdini danışsınlar özlərinə. Bizim 3-lərimiz bu barədə dedim ki, gözəl əl qabiliyyətləri olduğu üçün Michelin ulduzları, yəni dünya üzrə kulinariyada Michelin ulduzlarının hamısı 3 rəqəmindədirlər. Eyni zamanda bizim 3-lərimiz alınlarında GPS var, həkim çoxdur, müalicə eləyən azdır. Bizim 3-lərimiz möhtəşəm, insanı sıxan eləyərək bilirlər harda nə var. Nostradamus, Vanga, digərləri, bir dahiləri hamısı məhz 3 rəqəmindədirlər. Gələk bizim, əgər bu arada xanımlar ailə qurmaq istəyirsinizsə, ailə qurmaq üçün 3-lər mükəmməldirlər kişilər baxımından. Qayğınıza qalan, sizi həmişə belə əzizləyən adam istəyirsə bu 3 rəqəmidir. Amma xanım axtarırsınızsa da ən yaxşı rəqəm 2 rəqəmidir ailə həyatı qurmaq üçün.
Ə, Gələk bizim ən mistik planetimiz 4. Ayın 4-ü, 13-ü, 22-si və 31-i dünyaya gələnlər planetləri Rahudur. Bu insanların enerjisi Çiyinə qədər gəlir. O səbəbdən bədəncə, fizikal buradadılar, başları kosmosdadır. Qeyri-adi, qeyri-adekvat hərəkətlər edə bilərlər. Ədalət hissləri çox yüksəkdir. Həmişə düşünərlər ki, bu ədalətsizlikdir, bu belədir, bu belə olmamalıdır. O səbəbdən o insanlar siyasətə gəldikdə inqilab edirlər, çevriliş edirlər. Lenin bu arada Putin 4 rəqəmindədirlər matrisadan və bu insanlar kreativdirlər. 100% intuisiyaları var, kreativliyi var, taro kartı, baxıcılıq, falçılıq belə şeylərə meylləri çox olur. Boşanmada birinci yerdədirlər. Çünki enerji çiyinə qədər axır. Ona görə bunlar bu həyatda nələr baş verir onlar üçün maraqsızdır. Çox gözəl siyasətçidirlər, çox gözəl fantezi kitabları yazandılar, çox gözəl kreativ marketoloqdular bu arada. Bizim 4-lər sistem yaratmağa gəliblər. Gələk bizim 5-lərimizə ayın 5-i, 14-ü, 23-ü dünyaya gələnlər. Bunların planetləri Merkuridir. Merkuri bilir ki, ən balaca planetdir. Ən balaca planetimiz Merkuridir. O səbəbdən onların qəlbləri tez sınır, tez küsür, başları soyuqdur, ürəkləri istidir. Sizə nifrət etmələrini də bəlli edə bilmirlər, sevdiklərini də deyə bilmirlər, çünki soyuqdular. Xanımları Snejne Koralevadır 5 rəqəmlərində olanda, yəni 5-i, 14-ü, 23-ü olan soyuqdular, belə Madame de la Fleursdular, belə deyək. Çox gözəl məntiq işlədirlər. Allah deyir, onların dili ilə danışır bizlə. Ona görə 5-lər danışanda onları dinləmək lazımdır mütləq qaydada. Daha sonra bizim 5-lər soyuq başa malik olduğu üçün dünya üzrə statistika var. Snayperçilərin əksəriyyəti 5 rəqəmidirlər. Eyni zamanda ən güclü tacirlər 5 rəqəmidirlər. Onları vəzifəyə qoydun, ticari müharibələr elan edə bilərlər. Bu səbəbdən onların ehtiyatlı olmaq lazımdır. Xamilyondular. Cəmi yarım saatda insanın alanına girə bilər, istədiyi malı sata bilər. Bunu özündə inkişaf elətdirdiyi təqdirdə. Ən gözəl zövqə maliklər, ən gözəl vizajistlər, hedonistlər, ən gözəl dizaynerlər 5 rəqəmidirlər. Özdə sürətcə gözəlliyi sevənlərdir. Bizim 5-lər. 5-ləri dinləmək lazımdır. Allah bizə 5-lərin dili ilə danışır. Gələk bizim dünyada cəmi 3% olan 6-larımıza planetləri Veneradır. Venera sevgi planetidir. Veneranı sevirəm mən. Cəmi 3%-dırlar. 2 axın enerjisi var. Yuxarıdan aşağı və aşağıdan yuxarı. O səbəbdən kişiləri 36 yaşa qədər evlənmək haqqında fikirləşmir. Daha çox gəzməyi, tozanmağı sevirlər. Komfortu sevirlər. Hər şey onlar üçün komfortlu olmalıdır. Yatmağı çox sevirlər. Kişiləri də, xanımları da və çox uğurlu olurlar. Bir çox insanlar onlara qibtə edirlər ki, onlar heç vaxt ac qalmayacaqlar. Ən belə pis halda bunları kimsə sanki yağ, çörək, pendiri verəcəkdir. Uğurludular. O səbəbdən onlara qibtə çox olur. Ürəklər üzərində, ürək çakralarının üzərində brilliant daşı daşımaqları tövsiyə olunur. Onlarla dost olmaq lazımdır. Çünki 6-lar vasitəsilə insanlara investisiya gəlir. Ən gözəl psixoloqlarımız bizim 6-larımızdır. Özlərini VIP sahədə sınasalar daha uğurlu olar. Yəni turizmdir, zinət əşyalarıdır və s. və ilaxır. Komfortlu. Bunlar üçün komfort hər şeydən önəmlidir. Bu arada Dubay şeyxini təhlil eləmişdim. Dubay şeyxi də 6 rəqəmidir. Ayın 15-i dünyaya gəlibdir. Yəni 6-sı, 15-i, 24-ü dünyaya gələnlərə aiddir bu dediklərim. Gördüyünüz kimi səhrada komfort yaradıb özünə. Komfort. Dediyim kimi enerjiləri uyğun gəldiyi təqdirdə çox müdrik insanlar olurlar. Mənfizə isə kişiləri də gəzəyən olurlar, qadınlar da çox qısasçı olurlar. Gələk bizim ikinci mistik planetimiz Ketu planetinin sahiblərinə ayın 7-si, 16-sı və 25-i dünyaya gələnlər. Bunların ümumiyyətlə 97% enerjisi birinci çakralarındadır, cəmi 3% başdadır. Bunların ən böyük təhlükəsi ondan ibarətdir ki, bunlar demensiya xəstəliyinə tutula bilər, yaddaş unutqanlığı. Çünki enerji
birinci çakradadılar. Birinci çakramız bizim seksual çakramızdır. O səbəbdən onlar çox kaprizni ola bilərlər, amma 100% intuisiyaları var. Çox böyük böhran edici insanlar, transformatorlar həyatımıza gəldiklər, mütləq sizi transformasiya edəcəklər. 7 rəqəmi burada və indidir. Kreativdilər, incəsənətə meyilli olurlar. Bu arada Elza Seyidcahan da 7 rəqəmidir. Ona görə başında bananla zatla gəzir, belə bu sayı. Əgər hardasa da qırmızı baş, belə modaya son uyumlara insan gördüsə, bilin ki, bunun matrisasında mütləq qaydada 7 var. Çünki bunlar belədirlər. Kreativdilər. Dediyim kimi intuisiyaları var. Transformatordurlar, raca yoga bir sözlə. Mütləq bu insanlar incəsənətlə məşğul olmaqla yanaşı mütləq qaydada ciddi disiplində olmalıdırlar və yoga ilə məşğul olmalıdırlar. Gələk bizim Saturn planetinin idarəçiliyi altında olan ayın 8-i, 17-si və 26-sı dünyaya gələnlər. Bunların planetləri Saturndur. Bilirik ki, Saturn belə ciddi bir planetdir, qaşqabaqlı bir planetdir. O səbəbdən bu insanlar nəzarətdir, karmadılar. Həyatımıza karmik olaraq gəliblər. Düşünün ki, bu insan sizin həyatınıza gəlibsə, siz yaxşı insansınızsa onun yanında qalxacaqsınız. Pis insansınızsa da Allah, evran, kim nəyə inanırsa, inandığımız hər şey doğrudur. Onun əlindən, sizin əlinizdən hər şey alacaqdır. Pulları olduğu təqdirdə çoxlu əmlak alarlar, qızıl, zinət əşyaları alarlar, pul xərcləməyi sevməzlər, hər şeyə burunlarını soxarlar, yaxşı mənada. Nəzarətə nəzarətdir. Bizim 2 dənə idarəçilərimiz var. Biri 1-lərdir, biri 8-lərdir. 1-lər göstəriş verərlər, başlarına tac qoyarlar. 8-lər göstəriş verərlər, polları özləri yuarlar. Yəni bu bizim idarəçilikdə yanaşmalarımızdır. Çünki 8 heç kəsə etibar etmir. Beynini qorumalıdır. Çünki 7-24 beyin çalışdığı üçün insult ehtimalı çox yüksəkdir. Və nəhayət ki, bizim Mars idarəçiliyi altında olan 9, 18, 27 bunlar bütün sadalladıqlarımın 10%-i bu 9-larda var. O səbəbdən 9-lar bu həyatda missiyaları insanlara yardım etməkdir. Yəni mən özüm 9 rəqəmiyəm. O səbəbdən hər kəsə yardım etmək istəyirəm. Şəfaçıdırlar. Qadınlarına deyirlər ki, cadugardılar. Niyə görə? Çünki o qədər güclü enerjiyə malikdirlər ki, heç kəs onların qarşısında başa düşmür ki, niyə bunlar bu qədər hər şey edə bilirlər. Çox dözümlüdürlər. Kişiləri özlərini Fövqəladə Hallar Nazirliyi, idmanda və yaxud da ki, yəni sərkərdə kimi əvvəllər sərkərdədə yəni bunlar daha çox olurdular. İnsanlar xahiş etmədən yardım edirlər və əvəzində nə gözləyirlər ki, onlara çoxlu təşəkkür etsinlər və desinlər ki, sən bunu mənə etdin. Amma bunu almadığı təqdirdə 9-lar parçalanırlar. Missiyaları bu həyatda insanlara xidmət etməkdir. Mars olduğu üçün etdiyi yaxşılığı əvəzində təşəkkür sözünü almadığı təqdirdə 1 dəqiqənin içində hamısını paramparça edə bilər. Bu qədər mənim əzizlərim. Hər kəs yəqin ki, özü haqqında nəyisə eşitdi. Çox sağ olun Leyla xanım, bir daha təkrar onları danışdınız. 19 rəqəmini xahiş edirlər, bir də deyə bilərsiniz. 19 rəqəmi bizdə 2 dənə enerjidən ibarətdir. 1 və 9. 1 bizdə liderlikdir, yəni günəş. 9 bir də Marsdır. Burada bir bizdə lokomotivdir. 9 isə bütün rəqəmləri itələyəndir. Burada biraz həm liderliyi var, həm Mars var. Bu insan kimdirsə də yazan çox emosional insandır. Qərar vermə iqtidarındadır, amma emosiyaları ona mane olur ki, qərarlarını düzgün versin. Və bəzən olur ki, başına tac qoyur, sağını solunu görmür, belə gedir. Buraları görmür. Təşəkkür edirəm Leyla xanım. Mükəmməl bir webinar oldu. O gözəl enerjinizlə növbəti bir təlimimizi keçdiyiniz üçün minnətdaram sizə. Və işlərinizdə daim uğurlar arzu edirəm. Əlaqə nömrənizi və Instagram səhifənizi qrupumuzda paylaşacağam. Buyurun. İstəyən olsa sizə yazarlar. Bir daha təşəkkür edirəm.
Mən sizə Minnətdaram təşəkkür dəvətimi edirəm. qəbul etdiyiniz üçün. Çox sağ ol. Çox sağ Texniki olun. səbəblərə görə üzürlü sayın dostlar. Mən də istibaq kompüter qoymuşam qabağıma ki, kompüter qoşulacaq, amma son anda niyə görə? Bugün ümumi gün 8-dir. 8 nədir? Nə tökəsən aşına, o da çıxacaq qaşığına. Ümumiyyətlə bizim 9 rəqəminə qədər hesabladımsa, bununla yekunlaşdırım izninizlə vaxtımız varsa bizim. Bizim 9 illik etapımız var və 9 ildən bir bizim həyat çarxımız dəyişilir. Eyni zamanda 9 ildən olduğumuz kimi bizim həftənin günlərində bizə təsiri var, ayların da təsiri var. Və bugün ümumiyyətlə ümumi gün 8-dir. O səbəbdən bugün texniki, karmik olaraq texniki bəzi şeylərin sıradan çıxması mümkündür. Sabaha indidən proqnoz verirəm sizə ki, sabah ümumi gün 9-dur. Ona görə səhhətinizə fikir verin. Getdiyiniz yolda çox diqqətli olun. Sabah biraz qəzalar və s. belə bir şeylərin ehtimalı çox yüksəkdir və ən əsası da ki, emosiyalarınıza diqqət edin. Çünki sabah bizim Mars idarə edəcək. Ola bilsin ki, durduğumuz yerdə kiminəsə küsə bilərik, kimisə həyatımızdan çıxarda bilərik, kimisə də bloka ata bilərik. Bilin ki, bu cəmi bir günlükdür. Ona görə emosiyalarınıza sahib olun. Bu qədər. Teşekkür ederim. Çok sağ olun. Siz danışırsınız ben derim o bende var. İspat kimse blok atacak. Etməyin onu. Çok sağ olun Özünüzə Leyla yaxşı Hanım. baxın. Teşekkür Sağ olun. ederim. Siz sağ Geceniz olun. xeyrə Çox qalsın. sağ olun. Xeyrə qarşı. Sağ olun.